Cənab Prezident, mənim müraciətim sizədir. Vallahi mən tez-tez utanıram deyim, şəhid atasıyam ki, deyərsə ondan istifadə edir, Quran haqqı istifadə eləmirəm, and olsun Allaha. Adil Əliyev bizdə olub, qapını açıb, önümüzdən promo həyətə düşür. Bax, Adil Əliyev satıb bunu. Görsən, mala da vurub, şkatır da vurub, təzəyəcə satıb, dəniz qırarıb, bax. Görsən, ancaq sən Adil Əliyev, mən ölsən sonra nəkizəydim. Mənim gəldim, daşları yığmışdın bir-birinin üstünə, təpiyi vurdun, tutdun, tökdün yerə. Utanmırsan, prezident sənə töhmət verəndə, durdun gəldin bizə ki, şəhid nətəsi, prezident mənə töhmət verib. Adil Əliyev, məni vermədin orada soğan yerləşməyə, bax, özün görürsən, parça-parça, hövsamda yer qoymamısan. Balaşın əlindən torpağını aldın, zor-zorlama ilə, qol gücü ilə, kişinin torpağı idi, aldın, satdın onu. Vermişsən indi Naxçıvanlılar, kətçilər, böyük obyekt ki, 400 min də pul almış ondan. Bu da sənin əməlin. Mən soğan əkirəm, ancaq sən bunu aparsan balalava yedizdirirsən, şollu. Sənin oğlun 911 Porsche sürür. Ancaq mən şəhid atasıyam, mən oğlumu vermişəm. Mən bir dənə soğan yerinsən çox gördün Adil Əliyev, əyib olsun sənin üçün. Cənab Prezident, mənim müraciətim sizədir. Vallahi mən tez-tez utanıram.